Salam şagirdlər, bu gün sizlərlə Turan Tədris Mərkəzində keçirilən 7-ci siniflər üçün olan sınaq imtahanının izahına baxırıq. Sinif 7. Deməli, ilk sual. Düzbucaqlı üçbucağın iti bucaqlarının dərəcə ölçüləri 4/5 nisbətindədir. Çəkdim düzbucaqlı üçbucaq. Bura 4K dedim, digərinə də 5K dedim. Üçbucağın böyük iti bucağını tapma. İti bucaqlarından böyük olan lazımdır. Deməli 4K ilə 5K'nın cəmi. Bilirik ki, üçbucağın daxili bucaqlarının cəmi 180'dir. Burada 90 olduğuna görə 90'ı çıxdım. Digər iki iti bucağın cəminə də neçə dərəcə qaldı? 90 dərəcə. 9K bərabərdir 90 dərəcədən. K bərabərdir 10 dərəcə. Böyük iti bucağı 5K'dır. Cavab 5 vurulsun 10 dərəcədən. Elədi 50 dərəcə. Cavab B bəndi. Keçdik 22 nömrəli suala. Üçbucaq ABS'nin A və S təpələrindəki xarici bucaqlarının cəmi 224'dür. A, B, S. A təpəsindəki xarici bucağa alfa. S təpəsindəki xarici bucağa gamma desəm. B təpəsindəki xarici bucaqda olsun beta. Aha, bu iki təpədəki xarici bucaqların cəmi 224'dür. Yəni alfa ilə gammanın cəmi. Alfa topla gamma bərabər 244. Bilir ki, üçbucağın xarici bucaqlarının cəmi alfa üstə gəl, gamma üstə gəl, beta. 360 dərəcə eləməlidir. Bu ikisinin cəmi onsuz var əlimizdə. 244 dərəcə. 360'dan 244'ü çıxıb betanı tapar bilərik. Betamız eləyir 116 dərəcə. Beta 116 dərəcədir. İndi bizə lazımdır bucaq B-ni tapmaq. Yəni daxili bucağı istəyir bizdən. Yəni 116'nın qonşusu 180'dan çıxdıq 116 64 dərəcə. Cavab C bəndi. Keçdik digər suala. M üstə gəl bu çoxhəddi bərabərdir bu. Bərabərliyini eyinliyə çevirən M çoxhəddisini tapın. Müsbətə görə işarələr olduğu kimi işarələri saxlayır, olduğu kimi açılır. Bunları sağ tərəfə göndərib ki M-i tapa bilək buradan. M bərabərdir 2x kvadratından bu 3x kvadratı sağ tərəfə keçəndə çıxıldı. Mənfi x kvadratı. 6x y-in üzərinə mənfi 5x y əlavə olunur artıq. Sağ tərəfə keçəndə işarəsi əksinə dəyişir. Eləyir 11x y. Çıx 2y kvadratı var. Müsbət 1 də sağ tərəfə keçəndə çıx 1. Hansı variantda? Mənfi x kvadratı. Üstə gəl 11x y. Çıx 2y kvadratı çıx 1. Cavab A bəndi. Keçdik digər sual. Tənliyi həll edin. Vurub açaq əvvəlcə. 6y'yi 2'ye vurdum. 12y. 6y'yi mənfi 3y'yə vurdum. Mənfi 18y'in kvadratı. Üstə gəl 36 bərabərdir. Mənfi 15y. 9y'yi 5'e vurdum. Topla 45y. 9y'yi mənfi 2y'yə vuranda çıx 18y'in kvadratı. Çıx 18y'in kvadratı. Bərabərliyin hər tərəfindən 18y kvadratlar getdi. 12y'yi sağ tərəfə atdıq. Bu zaman 45y'dən 12y nə elədi? Çıxıldı. Bir də çıx 15y vardı. Burada onu da yazaq. Belə olur da 45y çıx 15y 12y də sağ tərəfə keçəndə çıx 12y bərabərdir 36'ya. 45'ten 15 çıxanda 30y, 30y'dən 12y çıxanda 18y bərabərdir 36'dan 36'nı 18'e böldük. Y bərabərdir müsbət 2. Cavab B bəndi. Keçdilədik 25 nömrəli sualı. İfadəni sadələşdirin və x bərabərdir mənfi 16 olduqda qiymətini tapın. Heç nə 14x ilə işim yoxdur yazdım. 13 ilə də işimiz yoxdur yazdım. Onu vurub açsaq mötərizəyə. Onu 0,7'ye vuranda müsbət 7 edir. Onu mənfi 3x'ə vuranda mənfi 30x edir. Burada 14x'dan 30x çıxanda mənfi 16x. Üstə gəl 13'ün üstünə 7 gəldik. 13 ilə 7'ni cəmi müsbət 20. İkisinin də yerinə mənfi 16 qoymalıyıq. Olur. Mənfi 16 vur mənfi 16. Üstə gəl 20. Mənfi 16'nı mənfi 16'ya vuranda müsbət 256. Üstünə də 20 gəldik. Cavab 276. Y bəndi. Keçdik digər suala. Uşaqlar baxın burada diqqətli olmaq lazımdır. Mənfi 3'ün kvadratı ilə mənfi 3'ün mötərizə kvadratı bunlar bir-birinə bərabər deyil. Bunun cavabı mənfi 9'dur. Bunun cavabı isə müsbət 9'dur. Mənfi 3'ün kvadratı mənfi 9. Üstə gəl mənfi 2'nin kubu mənfi 8. Üstə gəl mənfi 3'ün kvadratı 9. Bu 9'lar getdi. Yerdə nə qaldı? Bir dənə mənfi 8. Cavab C bəndi. Keçdik digər suala.
0 tam onda 1 üstü 5. Burada mənfi 0 tam onda 1 üstü 5. Mənfinin 5-ci qüvvəti elə mənfi eləyir. Yəni 0 tam onda 1 üstü 5 kimi yaza bilərəm. Bu ədəd də n ədədidir. Bu p ədədi. P ədədi mənfi 0 tam onda 5 onda 1 üstü 5. Gördüyünüz kimi bununla bu bir-birlərinə bərabər olan ədədlərdir. Deməli n ilə p bir-birlərinə nədir? Bərabərdir. Və ikisi də necə ədəddir? Mənfi ədəddir hər ikisi. Amma m isə müsbət ədəddir. Müsbət ədəddə bu mənfi ədədlərdən böyük olmalıdır. Deməli cavab olur m böyükdür, n bərabərdir p-yə. M böyükdür, n bərabərdir p. Cavab D bəndi. Keçdilədik 28 nömrəli suala. Mötərizənin içərisində hesablayaq. 6-da mənfi 5-in üzərinə gəlməliyəm. 3-də 2. 2-yə vursam sürət və məxrəcini 6-da 4 elədi. 6-da mənfi 5-in üstünə 6-da 4 gələndə 6-da mənfi 1. 1 tam 12-də 5-i də düzgün olmayan kəsrə çeviririk. 12-də 12 vur 1 topla 5-dən 17. Bölürəmsə mənfi 6-da 1-ə tərsinə vurmalıyam. Tərsi nədir? Mənfi 1-də 6. Bu zaman 6 ilə 12 ixtisar getdi 2. Cavab 17 böl mənfi 2. Bu da mənfi eləyəsti işarə. 17-ni 2-yə böləndə 8 tam onda 5. Cavab B bəndi. 29 nömrəli suala keçirik. Mənfi 4 tam 3-də 2 ədədi. Koordinat oxu üzərində hansı tam ədədlər arasında yerləşir? 4 tam 3-də 2 ədədi. 4 ilə 5-in arasında yerləşmir. Onda mənfi 4 tam 3-də 2 ədədi. Mənfi 5 ilə mənfi 4-ün arasında yerləşir. Cavab C bəndi. İndi qutuda 8A 12 qırmızı kürəcik var. 8-i ağdır, 12-si qırmızıdır. Təsadüfən çıxarılan bir kürəciyin qırmızı olması ehtimalı. Qırmızı əlverişli hallarımız 12, mümkün hallarımız da bunların ikisinin cəmi 20. 20-də 12, 2-yə ixtisarladım 10-da 6, yəni 0 10-da 6. Cavab B bəndi. Keçid edirik 31 nömrəli sualın izahına. 2 ədədin ədədi ortası. Biri A olsun, digəri B olsun. A topla B bölü 2 bərabər 12. Çarpaz vursaq A topla B bərabərdir. 2 vur 12-dən 24. Böyük ədəd 16 olarsa. Fərz edək A böyük olandır. 16 topla B bərabərdir 24-dən. Kiçik ədədi tapın. B-ni də tapmaq üçün 24-dən 16-nı çıxdıq 8. Cavab D bəndi. Tikintidə işləyən 5 fəhlənin aylıq maaşları bu qədər, bu qədər, bu qədər. Fəhlərin orta aylıq maaşını tapın. Onda bunları toplayıb 5-ini də. Nə etməliyik? 5-ə bölməliyik. 288 ilə 312-nin cəmi eləyir 600. Bununla bunun cəmi eləyir neçə? 587. 587 bu ikisinin cəmi. Bir də 300 var. 600-ün üstünə 300 gəldik. 900. 900-ün də üzərinə 587 gələndə neçə edir? 7, 8, 14. Orta aylıq əmək haqqını tapmaq üçün də sayına bölməliyik 5 dəfə. 14-ün içərisində 5, 2 dəfə. 2 dəfə 5-in 10, çıxanda 4. 8-i düşürdüm. 48-in içərisində 9. 9 dəfə 5-in 45, çıxanda 3. 7-ni düşürdüm. 37-nin içərisində 5, 7 dəfə. 7 dəfə 5-in 35, çıxanda 2. Qalıq 2 qaldı. Deməli cavabımız oldu 297 tam 5-də 2. 5-də 2 də 10-da 4 deməkdir. 297 tam 10-da 4 manat. Cavab B bəndi. Hansı ifadə B-nin bütün qiymətlərində mənfidir? 3B kvadratı. Çıx 8. Uşaqlar, B-nin yerinə misal üçün 3 qoysaq, 3-ün kvadratı 9. 3-ə vurdum 27, çıxdım 8-i. Bu müsbət ədəddir. Bütün qiymətlərdə mənfi olmur. Deməli bu getdi. B-nin yerinə istənilən bir ədəd qoyanda bu ifadənin kvadratı, B-nin yerinə 4 qoysam nəyə gedir? 0-a. Mənfi 4-də 0-a vuranda 0 eləyir. Bu variantda gedir ki, bu 0-a bərabər ola bilir. 0 mənfi ədəd deyil. B topla 4-ün kvadratı. B-nin yerinə mənfi 4 qoysaq, bu 0-a gedər, 0 ola bilər deməli. Bu da mənfi ədəd olmaya bilir. B-nin yerinə mənfi 4 qoyduqda. Burada B-nin yerinə mənfi 2 qoyduqda 0-a bərabər olur. Yəni mənfi olmur. Mənfi B kvadratı çıx 5. B kvadratının olsun ən kiçik qiyməti 0-dır. Buradan mənfi 0 çıx 5-dən cavab mənfi 5 gəlir. Digər qiymətləri qoysaq, 1 qoysaq. Mənfi 1 çıx 5-dən cavab neçə gələrsə mənfi 6. Ən böyük qiyməti mənfi 5-dir. Digərləri o mənfi 5-dən kiçik olur. Cavab Y bəndi. Keçilərik digər suala. Əsasları eyni olan qüvvətlər bölünərkən birincinin üstündən ikincinin üstünə çıxmaq lazımdır. Y-in üzərində 1 çıx 2-dən n çıx 4-ü çıxmalıyam. Çıxmadan sonra 2 ədli gəlirsə mötərizəyə alırıq. Y-in üzərində 1 çıx 2 çıx n topla 4. 1 ilə 4-ün cəmi. Neçə elədi? 5. Çıx 2n çıx n. Neçə n çıxdı ümumilikdə? 3n. Y-in üzərində 5 minus 3n. Cavab Y bəndi. Keçdik 36 nömrəli sual. X-in hansı qiyməti